Hər birinizi salamlayıram. Mənim adım Marcina Jumati. Mən coacham, enerji praktikiyəm, kitab yazıcısıyam və YouTube kanal, Instagram, TikTok blogeriyəm və bu kanalları çox böyük uğurla aparıram və sizinlə öz biliklərimi bölüşürəm. Bu video olacaq arzular və intuisiya haqqında. Bunları mən özüm kəşf etmişəm, yəni birləşdirib təsdiqini bir neçə dəfə tapandan sonra öz ürəyimdə hə, düzdür, sən hiss etdiyin düzdür, qərara gəlmişəm sizinlə bölüşmək. Bəli, bir çox şeyləri hardansa bəlkə oxudum, eşitdim, öyrəndim. Amma nəticə olaraq sizə nəyi bugün çatdırmaq istəsəm, bəlkə də hardansa eşitmiş artıq olarsınız. Mən heç yerdə bunları eşitməmişəm, görməmişəm və oxumamışam. Burada olacaq ilk dəfə. Deməli, biz hər birimiz nəsə arzuluyuruq, nəsə istəyirik. Bizə hansısa ideyalar gəlir. Və biz belə yaşayırıq. Kimsə ideya gələndə nəsə başlayır etməyə. Kimsə isə ideya gəlir və düşünür, yox, bu nəyə lazımdır, o nəyə lazımdır. Ya da ki, tez motivasiyaya girir, sonra motivasiyadan düşür. Disiplin yoxdur, nə isə sona qədər çatdırmaq. Ya da ki, həvəsi yoxdur. Bəlkə ətrafdan ona deyirlər ki, yox, səndə alınmayacaq, bacarmayacaqsın, bu boş şeylərdir, o boş şeylərdir. Və biz öz o ideyadan çəkinirik. Amma əslində olan nədir? Hər bir arzumuz, beynimizə nəsə gəlir, mən bunu istəyirəm. Bu əslində arzu deyil. Bu bizim intuisiyamızın səsidir. Yəni, nə vaxt biz nəsə arzuluyuruq, əslində bizim intuisiyamız bizim beynimizə salır ki, sənin filan şey üçün potensialın var. Və bu hər bir adamda fərqli olur. Mən misal özümdən gətirəcəm ya da ki, ətrafdan kimi görürəm. Misal üçün mən coacham, mən Instagram səhifəmi aparırdım. Və açırdım və istəyirdim, çox istəyirdim televiziyaya çıxmaq. Mən istəyirdim ki, televiziyada ya proqram olsun, ya nəsə olsun, orada ekspert kimi çıxışlar edim. Və eyni zamanda da həmin vaxt mən aparırdım live, canlı efirlər Instagramda. Həmin vaxt mənə baxırdı 10 nəfər, 11 nəfər, 12 nəfər. Yəni, mənim takipçilərim bəlkə heç 2000-ə çatmırdı. Və yenə də mən hər gün açırdım, nəsə danışırdım, nə iləsə bölüşürdüm. O 12 nəfərdən, o 10 nəfərdən hələ 3-4 nəfər bu mənim dostlarım idi ki, mən deyirdim ki, mən indi canlı açacağım, xahiş edirəm, siz də açın. Heç olmasa biraz orada adam olsun. Və əlbəttə ki, mən onu ürəkdən edirdim. O belə şey yox idi ki, mən canlı efir açırdım və sadəcə havadan sudan danışırdım ya da ki, mənasız şeylər danışırdım. Xeyr, mən danışırdım öz işim haqqında, insanlara da meditasiyalar aparırdım. Yəni, mənə aid olan şey. Və bir neçə aydan sonra mənə gəldi iki mesaj fərqli adamlardan. Əvvəlcə bu mənim takipçilərim idi və məni çoxdan izləyirdilər. Baxırdılar mən necə danışırdım və həmin vaxt danışığım qat-qat pis idi Azərbaycan dilində. Və onlar gördülər ki, artıq daha yaxşı danışıram, maraqlı şeylər danışıram və məni dəvət etdilər televiziyaya. ASTV və Space kanal. O zamandan mənim televiziya karyeram əlavə başladı və televiziya bu mənim üçün belə açıq bir qapıdır. Tanış olduğum prodüserlərlə, tanış olduğum aparıcılarla və belə mənə dəvət eləyirdilər. Və həmin zaman biz düşünə bilərik ki, mənim arzum həyata keçdi. Amma əslində yox. Əslində o televiziya təcrübəsi
artıq mənə işarə vermişdi ki, sənin belə bir təcrübən var, istə bunu. İstə və buna aid nəsə et. Və buna aid nəsə etdikcə getdi. Halbuki həmin an mən heç bilmirdim ki, mən buna aid nəsə edirəm. Mənim məqsədim mənim bloqumu inkişaf elətdirmək idi, insanlar üçün hansısa dərslər keçirmək, seanslar, nəsə etmək idi insanlar üçün. Yəni məqsəd həmin anda o idi. Amma bunlar birlikdə belə birləşdi. Sonra indiki mən bu fikri yəqin ki bir 3-4 aydır sanki mənimsədim ki arzular əslində arzular deyil. Arzular bu bizim intuisiyamızın səsidir. Mən hardasa 22, bilmirəm, 21 yaşım olanda mən beynimə ideya saldım ki, mən istəyirəm Dubaya köçmək, mən istəyirəm orada yaşamaq. Heç o vaxta qədər heç Dubayda olmamışam. Yəni belə getdiyim yerlər ancaq Türkiyə idi, Rusiya, nə bilim Ukrayna, yəni belə ölkələr idi. İspaniya. Heç vaxt orada olmamışam və ağlıma gəlmişdi ki, mən orada yaşamaq istəyirəm. Birinci dəfə Dubayı mən görmüşdüm anamın videolarında, onu işdən göndərmişdilər Abu Dhabiyə və gördüm Ərəb Əmirliklər, onlar necə gözəldir, istidir, hər yer belə necə təmizdir, işıqlıdır və o işıq mənim üçün belə sanki bayram əlaməti gətirirdi. Və ilk dəfə Dubaya gələndə, hardasa 25 yaşım var idi, ya da ki 26. Mən orada özümü evdəki kimi hiss etdim. Mən ora düşdüm və yolda gedəndə hiss etdim ki, bura mənim evimdir, mən buradayam. Mən öz evimə sanki qayıtmışam. Halbuki mən Ukraynada doğulmuşam və orada uzun müddət yaşamışam. Heç ora mən heç vaxt çəkmirdi, heç vaxt belə düşüncəm yox idi. Azərbaycanda ümumiyyətlə yox idi. Və sonra mən hər zaman sadəcə bilirdim ki, mən ora qayıdacağam və orada yaşayacağam və baxırdım, necə mən ora köçə bilərəm, nə işlə məşğul ola bilərəm və s. Yəni, bunlar hamısı gedirdi paralel. Və axırıncı 4 il mən yaşadım Dubayda, indi müvəqqəti Azərbaycandayım, amma yaşadım Dubayda və o his ki, bura mənim evimdir, burada mən özümü çox rahat hiss edirəm, çox qəbul olunmuş hiss edirəm, halbuki belə bir hiss Azərbaycanda məndə heç vaxt yox idi. Müəyyən dərəcədə güya qəbul olunuram, amma özümü qəbul olunmuş burada heç vaxt hiss etmirdim. Və belə bir şey də yoxdur. İndi yəqin ki yazacaqsınız, yox, biz sizi sevirik və s. Çox sağ olun. Bilirəm ki, müəyyən kütlə məni sevir, amma bilirsiniz, vaxt çatanda hərəkətlər tam əksini göstərir. Və orada bu hissi yaşadım və yenə birinci ora məni çağırdı və sonra mən ora gəldim. Və bəlkə də indi kimsə deyəcək ki, oy Marcina, bu sənin üçündür, mənim üçün deyil. Amma baxın, indi hansı sizin istəkləriniz var və siz onlara doğru nə edirsiniz? Çox yaxında, yəni ən axırıncı hansından sonra mən qərara gəldim ki, mütləq sizinlə bunları bölüşməliyəm. Bu musiqi. Son hardasa bir il yarım ərzində mən artıq ingilis dili mənim YouTube kanalım var. Orada meditasiyalar paylaşıram, hansısa enerji praktikalar paylaşıram, arada paylaşıram, arada paylaşmıram. Yəni nəsə etməyə çalışıram, çətinliklə alınır. Çünki lokasiya xaricdə deyil deyə orada kəşfiyyata da çıxmır. Və həvəsdən düşürəm, amma yenə də nəsə davam eləyirəm etməyə. Və belə bir istək mənə gəldi ki, mən istəyirəm mənim meditasiyalarım, mənim yaradıcılığım DJ-lərlə, hansısa kollaborasiya olunsun DJ-lərlə.
Necə, nə, mən anlamırdım, mən bilmirdim və sadəcə belə bir istək var idi. Və eyni zamanda mən tam bura meditasiyalar atıram, ora meditasiyalar atıram. Bir neçə ay bundan qabaq beynimə düşdü pianoya getmək. Piyanoya getdim və başladım süni intellekt vasitəsilə mahnılar qoşmaq. İndi məndə 5 ya 6 dənə mahnı var. Biri yeni ildə çıxmışdı. Burada bölüşəcəm sizinlə link. Və ikisi indi çıxacaq 31 yanvarda ya da ki 1 fevralda nəsə belə bir şey. Onları dərhal paylaşıram YouTube Music, Spotify'da, Apple Music'də ki dinləyə bilsinlər. Mən bunları sadəcə edirəm çünki içimdən gəlir. Çünki indi belə hansısa musiqili dövr məndə başlayıb və sadəcə buna ürək məni aparır və mən bunu edirəm. Deyim ki, bu dəqiqə hansısa mən əsəbləşirəm ya da ki hansısa gözləntilərim var ki, indi mənim musiqim çıxacaq və partladacaq bütün çatları, nə bilim, hamı onu dinləyəcək. Belə bir gözləntim yoxdur əslində. Olsa mən yəqin ki çox şok olaram, amma belə bir gözləntim yoxdur. Bunu okey, içimdən gəlir, mənə maraqlıdır, mən bunu bacarıram. Gözəl musiqi zövqüm var və mən bunu edirəm. Sadəcə bunlardır və əminəm ki, sizdə də nələrəsə istedadınız, marağınız, bacarığınız var. Sadəcə problem nədədir? Biz gözləyirik ki, biz nəsə ediriksə, bununla artıq ciddi məşğul olaq, ya da ki, davamlı məşğul olaq, ya da ki, bu nəyəsə bizə gətirsin, nəyəsə bizi çıxartsın. Amma var məndə öz işim, mən coacham, marafonlar keçirirəm, fərdi seanslar keçirirəm. Bu mənim işimdir. Və ayrıca var hobbilər. Və bu dəqiqə mənim hobbilərimdən birini hesab edirəm. Bu mənim hobbimdir. Mən musiqilər yazıram, mən nəsə orada yaradıram. Bəli, istəyirəm nə vaxtsa DJ-lərlə kollaborasiya edim, ya da ki, mənim musiqilərimi haradasa istifadə etsinlər. Nəsə, konkret özümü hansısa çərçivələrə salmıram. Və eyni zamanda da hansısa super gözləntilərim yoxdur. Necə olacaq, olacaq. Əsas nədir? Əsas odur ki, bu ürəyimdən gəlir. Yəni, mən özümü məcbur etmirəm. Mən hardansa nəyisə oğurlamıram. Bəli, orada-burada baxıram, ilhamlanıram. Amma deyim ki, kimdənsə nəsə götürüm, bu məndə olsun. Xeyr, belə bir istək yoxdur, belə bir məqsəd yoxdur. Bu, sırf mənim özümü ifadə etməyimdir bu dünyada. Və bir neçə gün öncə mənə bir qız yazıb. DJ. Səhv eləmirəmsə, Ulviyə. Ulviyə. Və mənə yazır ki, mən sizin musiqinizi istifadə etmək istəyirəm. Əgər icazə verirsinizsə, mən davam etmək istəyirəm. Mən paylaşdım bir hissəni və mən də ağlayacağam. Və baxın, əgər xoşunuza gəlirsə və razılıq verirsinizsə, mən davam edim. Və mən dinlədim və mən prosta qaldım ki, sən mənə neynirsən? Sən mənə niyə belə elədin, qız? Sən mənə niyə belə kövrəldin? Elə hiss olunur ki, bu da insanın həmin o ifadəsidir, özünün ifadəsidir. Orada nəsə dinlədi, ilhamlandı və belə bir istək gəldi. Və indi sizə danışıram, bütün ətim örpəşir. Və mən prosta dedim ki, mən bunu mütləq paylaşmalıyam insanlarla. Mən artıq insanlara bunu çatdırmalıyam ki, sizin arzularınız bu sadəcə hansısa göydən düşən ya da ki, sadəcə nəsə hardansa ağlınıza gələn bir istəklər deyil. Bu sizin intuisiyanızdır. Sizin intuisiyanız sizi çağırır o nöqtəyə. Və o nöqtəyə çağıranda burada
eyni zamanda da paralel olaraq gəlir hansısa ideyalar hər gün, hər bir insanın ağlına hansısa ideyalar gəlir. Və o ideyalar gəldikcə nə dərəcədə biz onların dalınca gedirik məsələsi var burada. Mənim o piyanom heç bir şeyə burada təsir etmədi. Mənim hansısa o mahnılar yazmağım heç nəyə təsir etmədi. Yəni xanım götürdü hansısa meditasiyanı, hansını mən yazmışdım bəlkə bir neçə il öncə. Və vəbşə mənim yadımdan çıxmışdı ki, belə bir meditasiyam var. O bu günlərdə onu dinlədi və belə bir ilhamlandı. Yəni gətirdi mənə hansı nöqtəyə ki, sən istəyirdin DJ-lə kollaborasiya. Buyur, bu da sənə DJ-lə kollaborasiya. Və belə təsdiqləri tapdıqca, bu da çox önəmlidir. Təsdiqləri tapdıqca beyində sanki o həmin lazımlı inanc yaranır ki, bəli, bunlar hamısı düzdür. Və sizdən indi nə xahiş edəcəm? Uşaqlıqdan bəri yadınıza salın o anları, harda siz nəsə istəmişsiniz və sonra bu sizdə olub. Ya da ki, və sonra siz bunu yaşadınız. Və indi baxın ona bu prizmadan ki, birincisi sizə intuisiyanız deyib ki, bu sizdə ola bilər, ya da ki, sizin buna aid potensialınız var. Və sonra bu sizdə olub. Yəni sadəcə intuisiya sizə spoiler verir. Niyə görə? Çünki yəqin ki, hissiyatınız yaxşıdır. Hissiyatınız güclüdür. Özünüzü dinləməyə bacarırsınız. Özünüzü eşidirsiniz. Siz sadəcə spoiler olunmuş həyat yaşayırsınız. Bu qədər. Və indi əgər biz baxsaq, hansısa mümkün ola bilməyəcək düşündüyümüz həmin o intuisiyamızın səsinə. Əgər intuisiya bizə deyir ki, bura doğru sən gedirsən, necə sən buna yox deyə bilirsən? Axı sən ora gedirsən. Axı bu sənin ola bilər. Niyə görə sən ona yox deyə bilirsən? Ya da ki, niyə görə sən düşünürsən ki, bəlkə də bu məndə olmayacaq. Niyə görə mən sənə deyəcəm? Çünki oradan-buradan eşitmişsən, ya da ki, kiməsə inanmışsan, ya da ki, harasısa baxmışsan və gördün ki, bunlar da belədir, deməli, məndə də belə olacaq. Amma əslində belə deyil. Onlar özünə aid olanı istəyirlər. Sən özünə aid olanı istəyirsən. Yalnız bir halda o mən dediyim prinsip özünü doğrultmur. Nə vaxt bu istəklər, bu arzular sizə aid deyil. Əgər bu aiddir kiməsə, misal üçün, ərə getmək. Bu aiddir, bu fikir aiddir sizin yaxınlarınıza və sizə aid deyil. Siz özünüzü hiss etmirsiniz, ailə həyatına hazır, həyat yoldaşı olmağına hazır hiss etmirsiniz, ana olmağına özünüzü hazır hiss etmirsiniz. Yəni, yoxdur da sizdə bu istək, bu hiss, bu hansısa impuls yoxdur. Amma eyni zamanda beyninizə yer ediblər ki, olmalıdır, vaxt getdi, 2, 3, 1 qaldın, sən qaldın, hamı getdi, hamının ailəsi var, səndə yoxdur, sənə stəkan gətirməyəcək, su gətirməyəcək heç kim qocalıqda, hamıya gətirdilər, sən qaldın. Və beynivə bunu yer ediblər və sən bəli istəyirsən ailə həyatı qurmaq, onu etmək, bunu etmək və səndə alınmır. Bilirsən niyə? Çünki hələ ki bu sənə aid olan bir şey deyil. Prosta sən özünü eşitmirsən. Sənə aid olan şeylər başqadır. Tamamilə başqadır. Sən başqa işlə məşğulsan. Sanki mən kitab yazmalıydım və kitab yazmaq əvəzinə mən gedirdim Agorodda xiyar əkirdim. Sonra
Təəccübləndim, niyə görə xiyar acı çıxdı. Niyə görə? Niyə görə? Çünki mən oturub o kitabları yazmalıydım həmin an. Buydu, buraydı. Mənə aid olan buraydı. Amma mən qorxdum tam acılıq günündən ya da ki, bilmədim hardan pul qazanım və düşündüm xiyar əkim, onu satım və pul qazanım. Halbuki kitab yazıb daha faydalı ola bilərdim bu dünyaya və hələ də daha da çox pul qazana bilərdim. Bunlar belə işləyir. Eyni şey kitablarla da oldu. Mən çox uzun müddət istəyirdim nəsə çap elətdirmək, nəsə buraxmaq, nəsə çıxartmaq. Və bilmirdim nə edim, necə edim. Hardan gəlmirdi də, heç bir istək gəlmirdi. Və Vipassana'ya gələndə orada mənə gəldi o видение. Gəldi o kitab bütün birinci səhifədən sonuncu səhifəyə qədər. Və o kitab bəlkə də o qədər də çox satılan olmadı. Çünki o çətindir, çünki orada işləmək lazımdır. Orada konkret olaraq sən o qədər aydınlamanın içində olmalısın. O qədər inkişaf olunmalısan ki, onu işləyə biləsən, onu davamlı yaza bilərsən, işləyə bilərsən və s. Mənə aydındır ki, bu bəlkə də bir 10-15 ildən sonra daha uğurlu olacaq. Amma onun sayəsində təcrübə yaşadım, necə çap elətdirirlər, kim, nəyə aiddir, necə olur və s. Bütün bu prosesi keçdim, bu bir. İkincisi, Nigar xanımla, Lenino rəhbəri ilə o məni həvəsləndirdi ki, bu nə lazımdır, sən qadınlar üçün yazmalısan, qadınlar səndən bunu gözləyir, səndə belə biliklər var və s. Davay, məni o qədər həvəsləndirdi və mənə lazım olan insanları verdi ki, mənə köməklik etdi onu yazmağa və super uğurlu bir şey alındı. Onun dalınca da analıq kitabı çıxdı və indi mən konkretlə düşünürəm ki, bu il əlavə 2 dənə də kitab yazacağam. Bunlar hamısı nə idi? Bunlar hamısı birinci yarandı, bilirsiniz, işıq yaranır. Birinci işıq yaranır. Və sən əgər o işığı görürsənsə, ona dalınca gedirsənsə, onu beynində inkişaf elətdirirsənsə, не то чтобы control, все, bu dəqiqə, bu gəldi, davay, qaçdım, ora, bura. Yox, yavaş, necə sən doğulan kimi sən qaşıq tuta bilmirsən, sən yazı yaza bilmirsən. Yavaş bunlar hamısı gedir. Hər şeyin öz vaxtı var. Amma gedəndə, özündən tələb etməyəndə, yavaş gedəndə, prosesdən həzz alanda, maraqlananda, baxanda, bəs orada nə var, bəs burada nə var, bəs əvvəllər insanlar necə edirdi, indi insanlar necə edirlər. Bir də görürsən ki, bu lazım olan adam da çıxdı. Ya da ki, lazım olan hansısa təklif gəldi. Çünki mən nəsə yaratmaq düşünəndə, nəsə çap elətdirmək istəyirdim. Mən hətta getmişdim artıq nəşriyyətə, nəsə danışdım, mən o vaxtı kartlar düşünürdüm. Onlar dedilər ki, davay, bunu eləyək, amma ortalığa bir şey çıxarda bilmədim. Bilmədim necə edim, gəlmədi o. Və sonra lazım olan vaxtı gəldi. Biz nə vaxt başlayırıq özümüzü eşitməyə, o zaman bizim bütün həyatımız dəyişilir. Özümüzü eşitməyə, yəni özümüzə inanmağa, özümüzə etibar etməyə, hər bir sözümüzü ay kiminləsə məsləhətləşim, ay kimdənsə soruşum, belə olmalıdır, elə olmalıdır. Heç kim bilmir sizin həyatınızda necə olmalıdır. Heç kim bilmir. Baxın ətrafdakı insanlara, Trump bilirdi ki, nə vaxtsa o olacaq tam prezident. Bəlkə də ürəyində o bunu istəyirdi və bu da həmin o intuisiyadır. Amma o oturub düşünürdü ki, mən belə eləyəcəm, sonra belə eləyəcəm, sonra belə eləyəcəm, gedəcəm prezident olacam. Belə şey yoxdur.
Belə şeyler olmur. Heç kəsdə bu instruksiya yoxdur. Hər kəs sadəcə necə his eləyir, necə tam ağlına gəlir, tam nəsə edir və sonra hansısa nəticə çıxır ortaya. Qalan hamısı isə matrisanın içində yaşayırlar, massanın, tabeliyin altında yaşayırlar və orta statistik həyat yaşayırlar. O tak. Əgər sən bu videoya baxırsan, mən təxmin edə bilərəm ki, sən bu orta statistik həyata hazır deyilsən və istəmirsən onu yaşamağa. Buna görə də özünə aid müəyyən bir nəticələr çıxardacaqsın. Mən sizi öpürəm. Mən bu videonun altında qoyacağım linklər. Harda siz kitablarıma baxa bilərsiniz. Mənim Instagram, TikTok səhifələrimə keçid edə bilərsiniz. O digər YouTube kanalımı da paylaşacağım. Bəlkə kiməsə maraqlı olar. Və bu qədər dəstəyiniz üçün çox sağ olun. Əgər nəsə bir suallarınız qalıbsa bu videonun altında yazın və mən böyük məmnuniyyətlə yeni videolar sizin üçün hazırlayacağım. Hələlik.